Türk dillərində, o cümlədən də Azərbaycan dilində bir səs olub, bu bir tarixi bir səsdir, bir danışıq səs olub. Buna biz sağır nun deyirik. Sağır nun səsi ərəb əlifbasında həmişə öz ifadəsini tapıb, hətta ərəb əlifbasından əvvəl Orxon Yenisey, qədim türk run əlifbasında da öz əksini tapıb. Bu səs n kimi tələffüz olunur. Hətta dünyanın bir sıra dillərində də var. İngilis dilində də məsələn morning sözündə var, spring sözündə var. N səsi ərəb əlifbasından Latin əlifbasına keçəndə də Azərbaycan dilində mövcud idi. Amma sonra bizim dilimizdən, daha doğrusu nitqimizdən, yazımızdan bu səs çıxarıldı. Bugün də biz bəzi o tarixi mənbələrimizi oxuyanda, hətta söhbət orta əsrlərdən də yox, 20-ci əsrin mənbələrindən gedir, bu səsə rast gəlirik. Səməd Vurğunun məşhur Azərbaycan şeirində mən bir uşaq, sən bir ana, odur ki bağlıyam sana. Bu sana da, nə ilə olan tələffüzdür. Bu səsin çıxması Azərbaycan dilindən, daha doğrusu çıxardılması, mən düşünmürəm ki, süni bir hadisə idi. Tədricən bizim tələffüzümüzdən də bu səs çıxdı demək olar ki. Burada bir məsələ bizim üçün xüsusilə əhəmiyyətlidir, yəni n səsinin, sağır nun səsinin taleyi baxımından. Azərbaycanda bu səs heç də hər yerdə tələffüz oluna bilmir. Məsələn, Azərbaycanın şərq rayonlarında bu səs tələffüz olunmur. Azərbaycanın cənubunda da onun tələffüzünə rast gəlmək mümkün deyil. Biraz qərb regionlarında bu səs özünü göstərir. Özü də ciddi fonoloji yeri olan bir səs kimi. Bir var deyirsən sənin, bir var deyirsən sənin. Bax, bu fərqləndirici bir əlamətdir. İndi bunun yerinə bizim bəzi dialektlərimizdə, şivələrimizdə kitabı, kitabın, kitabının, kitabının və s. variantlar əmələ gəlir. Kitabıvı, dəftərivü, yəni dəftərini əvəzində. Bax, bu cür variantlar əmələ gəlib. Bu variantlılıq əlbəttə sağır nunun ədəbi, normativ tələffüzdəki mövqeyinə təsir göstəribdir. Beləliklə, bu səs artıq bizim dilimizdən demək olar ki, çıxıbdır. Bu səsin dilimizdə bərpa olunması ilə bağlı yazımızda hərdən müəyyən mülahizələr də səslənir. Bu mülahizələr xüsusilə nəyə görə səslənir? Çünki son illər Türk dünyasında ortaq əlifbanın qəbulu ilə bağlı bizim əlifbalarımız qarşılaşdırılır. Türk dillərinin bəzilərində sağır nun çox əhəmiyyətli dərəcədə özünə yer tutur və işlənir. Və o təsir bizdə həmin o tarixi təəssüratları oyadır və biz də birdən hansısa bir Azərbaycanlının ağlına gələ bilir ki, biz bu səsin həm qrafik işarəsini təmin eləyək, həm də danışıqda onu ədəbi norma kimi işlədək. Bəzi türk dillərində bu səs parçalanıb iki səsə çevrilib. Mana yox, deyək ki, özbək dilində manga şəklində tələffüz olunmağa başlayıb. Sana yox, səngə kimi tələffüz olunmağa başlayıb. Yəni, bu da bu səsin görünür taleyidir. Və özbəklərin tələffüzündə də yenə o səsin iştirak elədiyi sözləri gənc nəsil bir cür tələffüz eləyir, yaşlı nəsil ayrı cür tələffüz eləyir. Yəni, n-ın enqəyə keçdiyi aydın şəkildə görünməkdədir. Səslərin tarixi, səslərin tərcümeyi halı bizim indiki tələffüzümüzdə yaşayır. Bir də görürsən ki, elə bir məqamda sağır nunun elə zərif səslənməsinə rast gəlirsən ki, xüsusilə bizim aktyorlarımızın sağır nun səsinin daha çox yayıldığı regionlardan gələn aktyorlarımızın nitqində onun çox təbii bir səslənməsini görürsən. Və yaxud regionlarımızda
orada yaşayan insanların nitqində onun avazını eşidirsən, bu istənilən bir dil üçün səciyyəvi bir haldır. Yəni, bütün təsadüflüyü ilə bir yerdə həm də müəyyən təəssüratları oyadır, yaşadır və bu dilin yalnız gələcəyə doğru yox, həm də keçmişə doğru zənginliyini göstərir. Və ona görə də elə məsələlər var ki, dildə bunlar bir elmi prinsip olaraq qoyulur və təcrübədə, praktikada da yerinə yetirilir. Elə məsələlər də var ki, onları praktika yetirir və ondan sonra onların nəzəri ümumiləşdirilməsi verilir. Bu da təbii olan bir hadisədir və dil hadisələri üçün, onların təhlili üçün həmişə lazım gələn prinsiplərdir. Hörmətli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Diqqətinizə görə təşəkkür edirəm.